Bununla da düz gelmedin. Eybi yoktur. Elektrik mühendisine her yerde iş tapılar. Pulu vaxtında göndereceğim. Mesele pulda değil, Odrey. Uşağı da yanına salıp, bu dağ mənim, o meşe senin gezirsen. Koy mənim yanımda kalsın. Axı o körpədir. Ona bakmaq, onun nazını çekmek lazımdır. Yok ana. Senin için çetin olar. Aparacağım. Mehriban. Yine bayırda oturmuşsan. İçeride tek korkuram, orada kimse var. Böyümüşsən, daha məktəbə getməlisən. Atacan, bəs onda oraya kim pişirək? Buradakilerle de düz gelmedim be. Hər dəfə atam yerimizi dəyişəndə mən qorxurdum. Axı heç kəsə isnişməyə imkan tapmırdım. Tək tənha oynayırdım. Öz-özümlə danışırdım. Sen yine de fikirlisən. Niye dinmirsən? Bu tiplə də mənim üçün tutmayacaq. Yox, buradan da gedəcəyəm. Görürəm, yine bir yerde karar tutabilmirsən. Məndə taksir yoxdur. Biraz da otur. Gedirəm, kızım burada yoldadır. Gönder gitsin eve. Evde tek qala bilmir, qorxur. Gedirik Mehriban. Gitmirəm. Benim buradan hoşum gelir. Onda qal, mən getdim. Həyatım qırıq-qırıq xatirələrdən ibarətdir. İllər boyu bu təkərlər mənə laylay dedi. Atamın ağır xasiyyəti bizi didərgin salmışdı. Çoxlu çaylar, dənizlər, şəhərlər gördüm. Bu dəfə də Baltik dənizinin sahilinə, Riga şəhərinə köçdük. Tanış ol, sənin anandır.
daha bu evdə tək qalmayacaqsan. Dərslərini hazırladın? Bəli. Onda gel biraz gəz. Həmişə əvvəl onunla görüşürsən. Onu məndən çox istəyirsən. Bu nə sözdür? O ki uşaqdır. Ana olanda bunu başa düşərsən. Bilirsən ata, səndən bir xahişim var. İcazə ver gedim nənəmin yanına. Bakıya.